Gəlin baxaq görək burada Steamdə nə deyir. Burada axtarış haqqında məlumat verilib. Deyir, internetdə küllü miqdarda məlumatlar arasında lazım olanını seçmək üçün xüsusi proqramlardan, axtarış sistemlərindən istifadə olunur. Hər axtarış sisteminin öz verilənlər bazası var. Ona görə də müxtəlif sistemlərdə eyni açar sözü ilə axtarış etdikdə nəticələr fərqli olur. Məsələn, bilirsiniz bu nə deməkdir? Burada məsələn, axtarış sistemləri Google var, bilirsiniz. Sonra Mozilla var, yəni az istifadə olunur. Ən çox Google istifadə olunur. Yəni demək istəyir ki, digər axtarış sistemlərində tapılanlar başqa olur, bunda başqa olur. Əslində araşdırsan, yəni səhifəni çevirsən, bəzən eyni məlumatlar da görmək olur. Sonra məsələn, təsvir olunan axtarışda Azərbaycan və turizm açar sözləri, məlumatlar tapılır. Bu şəkildə verilən axtarış nəticəsində tapılan məlumatlarda açar sözləri ixtiyari ardıcıllıqla yerləşə bilər və ancaq biri ola bilər. İnternetdə axtarış etmək üçün and, or, not məntiq əməllərindən istifadə olunur. Deməli, and bilirsiniz vədir, or və yadır, not da deyil. Açar sözlər arasında and məntiq əməlinin yazılışı axtarılan məlumatlarda hər iki sözün olması şərtini bildirir. Yəni, iki sözün ikisi də olmalıdır. Or heç olmasa biri, not isə o sözləri çıxmaq şərti ilə, yəni o sözdən başqa olan axtarışları yerinə yetirir. İndi, burada deyir ki, Azərbaycan sözü olan mətnlər çoxluğunu A, turizm sözü olan mətnlər çoxluğunu T ilə işarələnsə, Eiler-Venn diaqramında təsvir olunan hər bir əməlin nəticəsini izah edin. İzah edin deyir. Baxın burada. Birləşmə, burada Azərbaycan və ya turizm sözü olan mətnlər çoxluğu axtarışa verilir. Azərbaycan və ya turizm sözü olan mətnlər çoxluğu. Ya Azərbaycan və ya turizm olan. Və ya turizm olan mətnlər çoxluğu axtarışa veriləcək. Mətnlər Azərbaycan və ya turizm olan mətnlər çoxluğu, söz olan mətnlər çoxluğu. İkincidə həm Azərbaycan, həm də yəni and varsa, turizm sözü olan, yəni hər ikisi iştirak edən söz. Üçüncüdə Azərbaycan sözü olsun, turizm sözü olmasın. O mətnləri axtarışa verir. İkincidə, kompüter və ya mobil telefonda reytingdə ilk yeri tutan axtarış sistemini açın və orada verilən axtarışları növbə ilə, bu sizə belə deyək, telefonunuzda fərdi iş kimi verilib. Özünüz axtarmalısınız. Dünya reytinglərinə görə ilk 5 ən yaxşı axtarış sistemi və onların necə işlədiyi haqqında məlumat toplayın. Öz axtarış sistemində, yəni Google-da yazmışam. Məndə belə gəlir. Azərbaycanda turizm, Wikipediyada Azərbaycan turizm bot, ingiliscə, Azərbaycan dövlətinin, yəni Respublikasının dövlət turizm agentliyi və s. özünüz ekranda görürsünüz. Gəlin bu orun yerinə and yazaq axtaraq. And yazanda görürsünüz Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti haqqında, yəni hər iki sözün işləndiyi axtarışa gəlib. Bir də var Azərbaycan Not Turizm. Not Turizm. Görürsünüz Azərbaycanda turizm. Əslində burada, yəni axtarışda Azərbaycan sözü gəlməli idi, turizm sözü gəlməməli idi. Yəni elə verib də bizə ki, belə olmalıdır. Amma bir də baxaq, yenə Azərbaycanda turizm. Yaxşı, bu belə. Dünya reytinginə görə ilk 5 ən yaxşı axtarış sistemi. Gəlin, bunun haqqında da deyir, məlumat toplayın. Dünya reytingində reytinginə görə ilk 5 ən yaxşı axtarış sistemi. Gəlin baxaq. Ən böyük 10 axtarış sistemi haqqında var. İndi biz 5 istəmişik. Burada 10 gəlib. Yəni açılsa sistem.
Axtarış sistemləri ən böyük axtar. Birinci yer Google tutur. Görürsüz Bing ikinci yerdədir. 3 Yahoo-dur. Ascom 4-cüdür. Aol.com 5-i. Biz 5 dənəsini. Qalanı da özünüz oxuya bilərsiniz. İlk 5-liyi tapmışıq. Hə, belə.